Ötən ilin sonunda, dəqiq desək dekabrın 28-də İranda başlayan etirazlar bütün dünyanın diqqət mərkəzindədir və beynəlxalq medianın əsas mövzularından birini təşkil edir. Əminliklə söyləmək olar ki, İrandakı etirazlar artıq 3 həftəsini gerdə qoyduğumuz 2026-cı ilin hələlik ən önəmli hadisəsi sayıla bilər. İran hakimiyyəti etirazların yatırıldığını və ölkədə asayişin bərpa olunduğunu iddia edir. Lakin bu lap belədirsə də, prosesin bitdiyini düşünmək doğru deyil. İnternetin kəsilməsi ucbatından məlumat qıtlığına baxmayaraq, yayılan informasiyalar hazırda İranda gərginliyin davam etdiyini və ölkədə faktiki olaraq hərbi vəziyyət hökm sürdüyünü düşünməyə əsas verir. Elə dünən yayılmış görüntülər şəhərlərdə təkcə İran polisinin deyil, bəsiz birləşmələrinin və xüsusi antiterror qüvvələrinin vəziyyətə nəzarət etdiyini göstərir. Etirazları xüsusi amansızlıqla qan gölündə boğmuş rejimin narahatlığı və xalq qəzəbinin yenidən püskürə biləcəyindən ehtiyat etməsi başa düşüləndir. Çünki etirazları doğuran dərin siyasi və sosial-iqtisadi səbəblər yerində qalır və bu dəfə görünür, əvvəllər olduğu kimi kütləvi repressiyalar vasitəsilə əhalini susturub yola davam etmək mümkün olmayacaq. Azı 2 həftə davam edən və günbəgün genişlənərək ölkənin demək olar bütün ərazisinə yayılan, o cümlədən paytaxt Tehranda xüsusi vüsəti ilə seçilən etirazlar mövcud rejimi devirə bilməsə də, onun legitimliyini ciddi şəkildə sarsıdıb. Hakimiyyətlə xalq arasında uçurumun daha da dərinləşməsinə səbəb olub. Üstəlik, daxildə baş verən proseslər rejimin onsuz da çox aşağı olan beynəlxalq nüfuz və etibarına böyük zərbə vurub. Başqa sözlə, daxili və xarici təzyiqlərin sinxronluğu İslam Respublikası rejimini və şəxsən onun rəhbəri Ayətullah Əli Xameneyini olduqca çətin bir duruma salıb. Hadisələrin bundan sonraki gedişi və nəticələrindən asılı olmayaraq, xüsusi vurğulamaq lazımdır ki, İran rejimi son 10 illiklərdə özünün ən zəif nöqtəsindədir. Sərhədlərindən kənarda və regionda təsiri ciddi şəkildə məhdudlaşdığı bir halda o, üstəlik daxili etirazların təzyiqi ilə üzləşib. Ötən yay İran ilə İsrail arasında baş verən 12 günlük müharibə rejimin taleyində böyük bir dönüş nöqtəsi oldu. Münaqişə Amerika Birləşmiş Ştatlarının birbaşa müdaxiləsi, o cümlədən İranın nüvə obyektlərinə hava zərbələri ilə nəticələndi. İranın müdafiə qabiliyyətinə, nüvə infrastrukturuna, bəzi hərbi və sənaye mərkəzlərinə böyük ziyan vuruldu. Eyni zamanda İranın regional mövqeyi zəiflədi. Suriyada Bəşər Əsədin devrilməsi Tehranı əsas müttəfiqlərindən birindən məhrum etdi və İsrailin Livan Hizbullahına qarşı hücumları qruplaşmanın yüksək səviyyəli rəhbərliyinin əksər hissəsini aradan götürdü. İraqda İranın dəstəklədiyi şiə qrupları da silahsızlaşdırmaq üçün təzyiq altındadır. Amerika Birləşmiş Ştatlarının yaxın şərqdən çox uzaqda, Venezuelada həyata keçirdiyi əməliyyat və daxildəki etirazlarla eyni vaxtda Tehranın müttəfiqi Nikolas Maduro'nun həbsi İranın bölgədən kənarda təsirini və mövcudluğunu daha da məhdudlaşdırdı. Bu, xüsusilə İranın Rusiya ilə yanaşı Venezuelanın neft sektorundakı önəmli rolu və Çindəki bazarlarla əlaqəli mürəkkəb maliyyə mexanizmlərindən asılılığı nəzərə alındıqda olduqca vacib məqamdır. Həmin şəbəkələrin pozulması, daxili təzyiqlərin də artdığı bir vaxtda İranın iqtisadi durumunu daha da ağırlaşdırıb. Bütün bu proseslər İran İslam Respublikasının regional və beynəlxalq mövqeyini çox zəiflədib. İran rejiminin hazırda regional münaqişələrdə etibar edəcəyi daha az müttəfiqi və neft gəlirlərini köçürmək üçün daha az kanalı var. Belə bir şəraitdə Ayətullah Əli Xameneyi vəzifədə olduğu 37 ilin ən mürəkkəb vəziyyətlərindən biri ilə üzləşib. Regional proksilər, sanksiyalardan yayınma mexanizmləri və böyük investisiyalarla qurulan nüvə infrastrukturu nisbətən qısa müddət ərzində məhv edilib və ya zəiflədilib. Trumpın Amerika Birləşmiş Ştatlarında prezidentliyinin qalan kifayət qədər uzun müddəti və Benyamin Netanyahunun İsrail hökumətinin başında qalmağa davam etməsi şəraitində mövcud böhrandan ağır qiymət ödəmədən çıxmağın aydın diplomatik yolu yoxdur. İllərdir Xameneyi və onun yaxın ətrafı regional müttəfiqlərə və nüvə proqramına sərf etdikləri nəhəng xərcləri İranın uzun müddətli təhlükəsizliyinə və texnoloji inkişafına zəruri investisiyalar kimi əsaslandırırdılar. Lakin bugün həmin arqument əvvəlkindən daha təsirsiz görünür. Həm daxildə, həm də xaricdə təzyiqlər artdıqca rejimin təhlükəsizliyini və yaşamasını təmin etmək əvvəlkindən daha çətin bir məsələyə çevrilib. Bu gedişatda bir məsələ xüsusi diqqət çəkir. Etirazların başlıca şüarlarından olan Xameneyiyə ölüm, diktatora ölüm şüarları əsas hədəfin və nifrət obyektinin Əli Xameneyi olduğunu açıq şəkildə ortaya qoyur. Eyni zamanda Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın açıqlamalarında da məhz İranın ali rəhbəri hədəf alınır. Bu baxımdan Trumpın son açıqlaması özəl əhəmiyyətə malikdir. Bir neçə gün öncə o, Politico nəşrinə verdiyi müsahibədə İranda yeni lider axtarmağın vaxtıdır deyib.
Xameneyinin ölkəsini məhv olmaq həddinə gətirdiyini və etirazlar zamanı əvvəllər görünməmiş səviyyədə zorakılıqdan istifadə etdiyini vurğulayan Tramp, liderliyin qorxu və ölümlə deyil, hörmət və nüfuzla müəyyənləşdiyini xatırladaraq əlavə edib. Bu adam xəstə bir adamdır və ölkəsini düzgün idarə etməli, insanları öldürməyi dayandırmalıdır. Onun ölkəsi zəif liderliyə görə bütün dünyada yaşamaq üçün ən pis yerdir. Bu açıqlamadan sonra Amerika Birləşmiş Ştatlarının regiona hərbi qüvvələr toplamağa başlaması və bölgədə müşahidə olunan hərəkətlilik Trampın Xameneyinin fiziki məhvi qərarına gəldiyi barədə ehtimallara yol açıb. Bəzi İran rəsmilərinin, o cümlədən Prezident Məsud Pezeşkiyanın və parlamentin sədri Məhəmməd Baqir Qalibafın bəyanatları da bu planın ciddiliyinə dəlalət edir. Hər halda Xameneyi hakimiyyətdən gedərsə, bundan sonra ən müxtəlif ssenarilər mümkün olsa da, İran daha əvvəlki İran olmayacaq. Bir şey şübhəsizdir, rejimin çöküşü zaman məsələsidir. Bu, həm xarici hərbi müdaxilə, həm də daxildə daha geniş etiraz və qarşıdurma yolu ilə baş verə bilər. İstənilən variantda İran dəyişməyə məhkumdur.